Gəlin yaxından tanış olaq. Salam Əsli xanım. Mən Sevinç Qurbanova. Hal-hazırda Səudiyyə Ərəbistanının Duba şəhərinə yaxın yerləşən NEOM layihəsində sistem üzrə baş analist vəzifəsində çalışıram. ...2021-ci ildən NEOM layihəsinə keçid elədim, çalışıram. Bundan öncə 2 il yarım Dubayda, DeepWorld-da port və liman sahəsində çalışmışam. Hal-hazırda da NEOM layihəsində Oxagon, Port of NEOM sektorundayam. NEOM özü ümumiyyətlə Səudiyyə Ərəbistanda hal-hazırda top 1-ci yerlərdə maliyyələşmiş layihələrdən biridir. 2022-ci ildən bulunduğum sektorda fəaliyyətə başlayan və maliyyələşməyə başlayan bir layihələrdəndir əslində. LinkedIn üzərindən mütəxəssis axtarışında olan insanlar, daha çox human resource, insan resursları sahəsində çalışanlar, marağında olanlar tapdı və təklif elədilər ki, yəni istərdinizmi mütəxəssis olaraq belə bir layihədə və belə gəldim, çıxdım Səudiyyə Ərəbistanda. Hal-hazırda 2-ci ilim tamam olacaq. Azərbaycanda SOCAR-ın layihələrində çalışmışam neft-qaz sahəsində. Mən olduğum yerdə Azərbaycanlı həmvətənlərimiz var. Mən hal-hazırda Səudiyyənin belə deyək də ulaşıma çətin olan bir bölgəsindəyəm. Yəni bizim hətta öz aeroportumuz var, NEOM aeroportu. Hal-hazırda NEOM-un bütün sektorlarını nəzərə almaqla hal-hazırda 3000-4000-dən çox birbaşa işçisi var. Yəni bu yəni doğrudan da Səudiyyənin top 1-ci yerdə maliyyələşdirilmiş layihəsidir. Yəni Layihənin mahiyyəti nədir? Bir deyil, iki deyil. Yəni bunun Oxagon sahəsi var, hansı ki liman və su, dəniz qovşaqları, bir çox qolları var, layını var, hansı ki güzgülü binadır, bir neçə kilometr ərazisində qurulacaq. Bunun Sindellası var, ayrıca adadır, Trojenası var, dağ, bizim Şahdağ kimi də turizm sahəsində sıfırdan qurulan bir layihədir. Yəni Səudiyyədə hal-hazırda belə bir layihə yoxdur. Hal-hazırda investorlar arasında Azərbaycanlı investorlar rast gəlməmişəm. Amma işləyənlər arasında dediniz Azərbaycanlı. Bəli, Azərbaycanlılar var. Yaxın əlaqələriniz var həmin şəxslərlə? Öz sektorumda bəli. İzolyasiya olmuş deyəndə, yəni mən məhdudlaşdırılmış yerdə nəzərdə tuturam. Yəni elə yerdə qalmaq biraz daha çətindir. Sizə niyə maraqlıdır bu layihə? Birincisi dünyada bu birinci layihədir ki, hər yerdən investisiya olunur, sıfırdan başlanılıb, Səudiyyə kimi iqlim, hava şərtləri və digər ətraf mühitlə əlaqədar olan müəyyən çətinliklər içərisində qurulmuş bir layihədir və yaxud da ki, üzərinə götürülmüş bir layihədir. Bu bir. İkincisi, bütün ölkələrdən mütəxəssislər var orada, bütün ölkələrdən və sayılmış, seçilmiş mütəxəssislər seçilir ora. Yəni ora düşmək qətiyyən asan deyil. Mən bunu düşəndən sonra dərk elədim əslində. Mənim özümün də NEOM-la əlaqədar heç bir məlumatım yox idi. Mən artıq intervyu, müsahibə nəzdində, yəni hazırlaşmaq məqsədi ilə mən bunu biraz research elədim. Amma yəni doğrudan da, yəni mütəxəssislərimizin yer ala biləcəyi və yer almaq istədiyim ən yaxşı layihələrdən biridir. Siz orada nə qədər çalışacaqsınız və çalışma müddətiniz sizdən asılıdır, istəyinizdən asılıdır, yoxsa müqavilələrdən asılıdır? Mən birbaşa işçi olduğum üçün 3 illik müqavilə üzrə yəni götürülmüşəm. Təbii ki, uzadılma şansı olmaq, yəni extendable-dır, yəni uzadıla bilər. Həm Azərbaycanlılar üçün fəxrdir ki, bizim belə mütəxəssislərimiz var. Sizin yəqin gələcəyiniz üçün də bu bir açardır. Azərbaycan dedikdə mən nə ilə rastlaşıram ən çox? Bizi millət olaraq çox sevirlər, amma mütəxəssis olaraq tanımayıblar hələ. Yəni biz çünki ikimiz də Səudiyyə Ərəbistanda, Azərbaycanda müsəlman dövlətidir. İkimiz də eyni müəyyən dəyərlərə sahibik. İkimiz də mən bundan öncə bir neçə ölkədə çalışdığım üçün müəyyən fərqləri və müqayisələri edə bilirəm, özümdə analiz olduğum üçün. Yəni
özlərini mütəxəssis kimi tanıtmağı bacarsınlar sadəcə. Və salam. Yəni məncə bu yəni puxtələşmiş qalsınlar və zəmanəyə uyğun özlərini inkişaf elətdirsinlər. Çox yaxşı məsləhətlərdir. Yaxşı bir söz xatırladım siz danışanda. Deyirlər ki, elə məsələlər var ki, onlar şansın ötəsindədir. Onun üçün çalışmaq, vuruşmaq lazımdır. Sizin fikirlərinizdə bu fikirlərin üst-üstə düşdü. Çox təşəkkür edirəm sizə. Çox xoş oldu ki, sizi Səudiyyə Ərəbistanında gördük, tanıdıq və bizim tamaşaçılarımıza da tanıtmaq imkanımız oldu ki, bizim bax bu cür Azərbaycanlılarımız var, Azərbaycanlı xanımımız var. Uğurlar olsun. Çox sağ olun, çox sağ olun.